Vahabzadə Bəxtiyar Mahmudoğlu, Azərbaycan şairi, ədəbiyyatşünası, Azərbaycan SSR xalq şairi, filologiya elmləri doktoru, Azərbaycan SSR dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili, İstiqlal ordeni ilə təltif olunmuşdur. Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhrində anadan olub. 1934-cü ildə onun ailəsi Bakıya köçüb. Bəxtiyar Vahabzadə 1942-1947-ci illərdə orta məktəb bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alır. Ali təhsilini bitirdikdən sonra universitetdə aspiranturasına daxil olur. 1951-ci ildə isə dissertasiya müdafiə edir. Bədii yaradıcılığa 1943-cü ildə Ana və Şəkil adlı İlk şeiri ilə başlayır. İkinci səs, vicdan, yağışdan sonra, yollara iz düşür, fəryad, hara gedir bu dünya, özümüzü kəsən qılınc, cəzasız günah, dar ağacı və rəqabət pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. 1964-cü ildə Səməd Vurğunun həyat və yaradıcılığı mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1976-cı ildə isə Leylinlə söhbət və Muğam poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Həmçinin Qırmızı Əmək bayrağı və İstiqlal ordenləri ilə təltif olunmuşdur. 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan Milli Azadlıq hərəkatının öncüllərindən biri idi. O 1958-ci ildə yazdığı Gülüstan poeması ilə iki yerə bölünmüş Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, Rus və Fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq uğrundakı mübarizəsinə qoşulmuşdur. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. 2009-cu il fevral ayının 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.